B çıxılsın A çıxılsın 2C bərabərdir 2. A çıx B üstəgəl 6C bərabərdir 10 olarsa, B A-dan neçə vahid böyükdür? Bir ədədin digərindən neçə vahid böyük olduğunu bilmək üçün birinci ədəddən ikinci ədədə çıxmaq lazımdır. Yəni bizə verilənləri yazıram. B çıx A çıxılsın 2C bərabərdir 2-dir. A çıx B üstəgəlinsin 6C bərabərdir 10-dur. Və bizdən B çıxılsın A-nı istəyir. Hər iki tənlikdən B çıxılsın A-nı tapıram. Buradan B çıxılsın A nəyə bərabər olacaq? Bu mənfi 2-ni keçirəm 2-nin yanına. 2C-ni daha doğrusu. Burada 2C var. Olur 2 üstəgəlinsin 2C. Digər tənlikdən də B çıxılsın A-nı tapıram. Yəni nə edirəm? Onu sol tərəfə keçirdirəm. Mənfi B-ni sağa keçirdirəm. A-nı da sağa keçirəm ki, B minus A şəklində olsun. Yəni B üstəgəl olsun, A çıxma olsun. Olur B çıxılsın A bərabərdir 6C çıxılsın 10. İki tənliyi aldım. Bu iki tənliyin hər ikisinin sol tərəfi eynidir. Yəni B çıxılsın A-dır. Əgər verilən tənliklərin sol tərəfləri bir-birinə bərabərsə, deməli bu tənliklərin elə sağ tərəfləri də bir-birinə bərabər olmalıdır. Yəni 2 üstəgəlinsin 2C bərabərdir 6C çıxılsın 10. Məlumları bir tərəfə keçirirəm, məchulları bir tərəfə. Yəni 2 üstəgəl 10 bərabərdir 6C çıxılsın 2C. 12 bərabərdir 4C, C də bərabərdir 3. C-nin qiymətini tapdım. İndi istədiyim hər hansı bir tənlikdə gətirib yerinə yazsam, B çıxılsın A-nı ala bilərəm. İstər bu tənlikdə yerinə yazaq, istər bu birisində. Və nümunə üçün hər ikisində yerinə yazıb yoxlamaq olar. B çıxılsın A bərabərdir 2 üstəgəlinsin 2 vurur C neçə oldu? 3. Yəni 2 üstəgəl 6 oldu cavab 8. Digərini də yoxlayıram. B çıx A bərabərdir 6 vurulsun C 3'dür çıxılsın 10. Bərabərdir 3 dəfə 6 18 10 da çıxıram 8. Yəni hər iki tənlikdə cavab nə olmuş oldu? B çıx A 8. Yəni B A-dan 8 vahid böyükdür.